İşə düzələrkən səndən bir iş danışılır ki, filan işi görəcəksən və iş müqabilində filan qədər maaş alacaqsan. Amma bir vaxt keçən kimi iş artırılır, hansı ki əvvəlcədən danışılmayıb. Amma maaş yox. Onun da əlavə öhdəliyi də olur ki, etməlisən və salam. Xoşun gəlmir, işdən çıxmalısan kimi sözlər deyilir. Belə etmək doğrudurmu? Yəni belə deyək də, işçilərin haqqını vermək lazım. Ümumiyyətlə yadda saxla. Səndə bir qayda düstur olsun ki, necə hədisdə keçir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hər bir haqq sahibinin haqqını ver. Hər bir haqq sahibinin haqqını ver. Sən bir kəsi, deyək ki, kimisə işlə təmin edən insan, istəyir bu dükkan olsun, istəyir şirkət olsun, nə olursa olsun. Əgər artıq bir şeylə yükləyirsənsə və sənin müqabilində o yoxdursa, məsələn, sən adamı götürmürsən satıcı olaraq dükkana. Amma məcbur edirsən ki, fəhləlik də eləsin. Qardaş, sən bunu satıcı olaraq götürmürsən və demirsən ki, satıcı olduğuna görə ayda məsələn sənə 1000 manat pul verəcəm. Sən də fəhlə tutub ona əlavə 500-600 verməmənin dərdindən bunu fəhlə kimi də işlədirsən, düzgün eləmirsən. Axı sən bunu satıcı olaraq götürmürsən, bir müddət işləyib sonra bunu fəhlə kimi işlədirsənsə, haqqını ver. Bəli, ola bilər, force major hallar olur da, indi nəsə olur, sən deyirsən, qardaş, işimiz çətinliyidir, o başqa şey. Amma da bunu adət halına salıb, müqavilə bağlayırsan, iş görürsən, hər hansı bir işlə təmin edirsən, bir müddətdən sonra bundan istifadə edib əlavə şeylə yüklüyürsənsə, bu doğru deyil. Force major hallarını çıxdım. Olur da bəzi hal olur ki, məcbur hamımıza eyni iş görürük. Müdür də gəlir, deyir, qardaş, mən elə bir haldayım ki, mən də fəhləli eləyəcəm. Bundan danışmıram. Amma sənin qardaşın nədir sənin burada işin? Sənin işin məsələn, bu işi görməlidir. Sənin işin məsələn, falan işdir. Mənim işim falan işdir. Buna görə mən sənə bu qədər maaş verəcəm. Sonra gəlirsən, əlavə şeylər yükləyirsən, əlavə saatlar və bunun müqabilini sən vermirsən, düzgün eləmirsən, insan haqqına girirsən. Nə ilə yükləmisənsə, ona uyğunda maaşını ver. Artıq işlədəcəksənsə, o zaman onun da haqqını vermək lazımdır. Doğru deyil. Hər kəsin haqqını vermək lazımdır. Bəzən görürsən ki, sən onu artıq yükləyərsən, artıq işləyər. Bu sabah bunun səhhətinə də ziyandır, qardaş. Sabah sən bunu dərman pulunu alıb verəcəksənmi, qardaş? Yox. Əlavə işlərlə yükləmək doğru deyil. Ola bilər, nəsə olar, bəli, hamımız əl-ələ verib o işi görərik. Müəyyən çətinlik olur. Lakin heç bir çətinlik yoxdursa, bir məşəqqət yoxsa bundan istifadə elə, əlavə yüklə və bunun müqabilində buna heç sən vermə, bu doğru deyil. İnsanın haqqına girmək olmaz. Yəni 5-10 manata görə qiyamət özünü həlak eləmə. O gün dinar, dirhəm fayda olmayacaq. Nə qədər üzr istəsən də dizə halallıq vermirəm, qardaş. Nə var həsənətlərindən ver. Haqqın müqabilində savab əməlləri səndən istəyəcək. Özünü niyə həlak edirsən 5-10 manata görə? İşlədirsənsə artıq pulunu ver. Yoxundur, ən azı xahiş edə bilərsən, qardaş, yoxundur, verə bilmirəm. Mənə nə kömək edə bilərsən? O da indi baxar öz, belə deyək də, imanına, öz insafına, deyək, öz adilliyinə. Deyək, qardaş, başa düşürəm səni, yox, o nə deməkdir? Qardaşıq, mən sənə bu işə yardım edərəm. Niyə? Görürsən ki, o səmimidir. Səndən istifadə eləmir, sənin qardaşındır, müvəqqəti çətinliyə düşüb, o nə deməkdir? Sən də bir qardaş olaraq, sən də fədakar ol, bəli, yerindən, vaxtından da keçərsən, yeri gələr, canından da keçərsən. Yox, qardaş, 2 saat artıq işləməkdə işləyərəm, müvəqqəti çətinlikdir. Rahatsızlıq, firavanlıqda maaş verirdin, dolandırırdın, Allah səndən razı olsun. Sən düşmüsən çətinliyə, mən sənə yardım edərəm, o nə deməkdir? Amma yox, bunun əksidir, istifadə edirsə, yükləyirsə, düzgün eləmir. Qiyamət gün cavab verəcək. Yardımlaşmaq tamam başqa şey, lakin istifadə eləmək tamam başqa şeydir. Qardaş, bu şeyə fikir vermək lazımdır. Bir çox qardaşlar şikayət edirlər, deyirlər, danışırıq, işimiz belə olacaq, sonra bir müddət sonra artıq şeylərlə yükləyir və bunun müqabilini heç nə vermir. Başa düşürəm, bir gün çətinlik olar, 2-3 müəyyən period var da çətinlik, orada əl-ələ verib, hamımız qardaş kimi işləyəcək. Eybi yox, hətta maaş azalsa deyərəm, meşə olmaz qardaş, başa düşürəm. Krizis var, maaş azdır, mən sənə dəstək olaram, o nə deməkdir? Amma istifadə eləmək bu doğru deyil. Qul bilməsə də Allah bilir sən nə üçün bunu edirsən. O gün Allahdan da qaçış yoxdur. Allahın dostu yoxdur. Allah müsəlmanlara yardım eləsin. Allah müsəlmanları hər bir işlərində vicdanlı insaf eləsin.